Salam dostlar. Bugün sizlerle birlikte trade recap edeceğiz. Bugünün trade recap'i ve bugün TP olduq. Üstəgəl 300-dən bağlayırıq günü. Və burada ne üçün girdiyimi, execution'ımı sizinlə birlikte paylaşacağım. Bir dəqiqə, neçə dəqiqə? 5 dəqiqədə də baxaq. Aha. Buranı götürək. Neyse. Bura gəldikdən, 1 saatlığa gəldikdən mən burada bir əslində 4 saatlıqdakı FVG-dən bu belə deyim reaksiya almışdı və mən bu işə doğru çevrilirdim ki. Prosto 1 saatlı bu FVG-də mən gördüm ki 4 saatlıq FVG deyir həmçinin burada. Səhv eləmirəmsə dəyirdimi bilmirəm, mən yadımda qalmayıb da baxacağam bir yerdə. 4 saat FVG dedi. Həmçinin buradakı bu 1 saatlı FVG-də deyirdi və mən gözləyirdim ki qiymət oldu və aşağı düşsün də, yəni də artıq belə desəm bayasım şortdur. Və burada həmçinin mükəmməl bir şey olur, SMT verir. Burada Nasdaq birbaşa gəlir. Həm Londonun hayları ilə biz SMT edirik, Londonun hayı ilə. Həm də 1 saatlıq FVG və 4 saatlıq FVG ilə SMT eləyir. Baxın, indi burada görəsiniz. Bu SMT çox yerində oturur, çünki bayasım onsuz da mənim şortdur. SMT shortdur, yəni əladır hər şey mənim üçün. Və mən burada gəlirəm artıq marketin açılışına. Deməli, nə edirəm burada? Elə burada saxlayaq. Mən burada görürəm ki, burada bir 5 dəqiqəlik FVG var. 5 dəqiqəlik FVG. Bu FVG mənim artıq drop on liquidimdir. Yəni qiymətin bura çəkilməyi gözləyirəm. Əgər yuxarı getmək istəyirsən. Nə edirəm? Düşürəm 1 dəqiqəlik. Onsuz da mənim SMT-im var. Yəni short üçün baxıram və həmçinin burada mən nə görürəm? İkinci bir SMT görürəm. İkinci bir SMT. Amma mənim high time frame SMT-im ES-də olduğuna görə mən ES-də təbii ki işləm baxacağam, amma burada da dediyim kimi əlavə konfirmasiya üçün burada bir dənə SMT var. Və mən bu IFVG bağlanan kimi artıq mən nə demişdim? SMT-im var FVG ilə. Üstəgəl yenidən bir low time frame SMT-im var. Üstəgəl 5 dəqiqəlik unmitigated bir FVG-m var. Üstəgəl ki burada bir turtle soup eləmişik. Necə desək? Burada isə bir turtle soup eləmişik. Nə eləmişik burada? Burada qısa bir hardasa 15 saniyəlik falan consolidation var. Yuxarı doğru gəlib də expansion. Yəni expansion dediyim manipulation. Gördüyümüz kimi 15 saniyəlik bir consolidation var. Yuxarıya doğru gəlib də buranın likvidasiyasını sweepləyibdir. Artıq PO3-ü də mən burada işlədə bilərəm. Üstəgəl SMP ilə birlikdə çox mükəmməl olur. Nə edəcəm burada? 30 saniyə düşdüm, görüm IFVG falan verirmi? Bir də gördüm ki 30 saniyədə IFVG veribdir. Mükəmməl. Həm işləmimiz IFVG əsaslanır. Sonra gəldim burada təbii ki stopum hardasa bu SMT-nin yuxarısında, çünki bura artıq mənim üçün bir protected high-dır. Və 5 dəqiqəlik FVG isə mənim TP nöqtəm idi və burada isə break-even point-im idi. Nəyə görə? Çünki buradakı bu order bloku qırmaya bilərdim. Və hardasa dediyim kimi 250 risk elədik və 300 götürdük buradan. Yəni 1.3 arar falan elə bir şey olmalı. Hardasa bir 11 saniyədə TP olduq. Hardasa dediyim net bir şəkildə 11 saniyədə TP olduq da, yəni. Çox mükəmməl bir şeydir. Yəni bir arar götürməyin də ən vacib nöqtələrindən biridir. Məsələn, buradan gəl qiymət reversal verir. Gördüyünüz kimi görürsünüz. Gəl qiymət reversal verir. Mükəmməl idi, yəni bugünkü işləm. Sonra əslində longa döndü. Longa dönəndə mən dedim longa götürüm artıq, amma mən onsuz da New Yorkda bir dənə işləm götürmüşəm. Üstəgəl TP olubdu. Nə vecimə ona görə buraxdım başın, amma götürsəm çox güman ki bir long da götürə bilərdim bugün. Belə dediyim kimi bu həftə ola bilsin öz strategiyamın olduğu bir videonu da göndərəcəm YouTube-a. İzlədiyiniz üçün təşəkkürlər. Görüşənədək.